Gəncə Regional Psixologiya Mərkəzinin spikerləri Mingəçevir Politexnik İnstitutunun tələbələrinə seminar trening keçiriblər. Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ölkənin 2-ci Regional Psixologiya Mərkəzi Respublikanın müxtəlif bölgələrində, dövlət idarəetmə orqanlarında, müəssisə və təşkilatlarda, ali, orta ixtisas və ümumi təhsil məktəblərində, səhiyyə və mədəniyyət ocaqlarında seminar treninqlər keçirilir. Belə seminar treninqlərdən biri də bugün Mingəçevir Politexnik İnstitutunda baş tutub. Qeyd edək ki, mərkəz universitetin tələbələri tərəfindən yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd regionlarda psixologiyaya və psixoloqa baxış aspektini dəyişməkdir. Avropaya inteqrasiya etdiyimiz bir dövrdə psixologiya sahəsi digər inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda hələlik qənaətbəxş deyil. Politexnik İnstitutunda keçirilən seminar trening depressiya və onun fəsadları adı altında təşkil olunub. Gəncə Dövlət Universitetinin psixologiya ixtisasının 2-ci kurs tələbələri Nərgiz Niftəliyeva və Aysel Qasımlı Regional Psixologiya Mərkəzinin spikerləri olaraq seminar treninqi planlar əsasında hazırladıqları maraqlı slaytlar əsasında həyata keçiriblər. Spikerlər bildiriblər ki, seminarı keçirməkdə əsas məqsəd depressiya və onun fəsadları barədə gəncləri məlumatlandırmaq, depressiya hallarının müəyyən qədər də olsa qarşısını almaq, depressiya halında onlara köməklik əlinin uzadılmasıdır. Mərkəzin spikeri Nərgiz Niftəliyeva depressiya nədir, depressiyanın yaranma səbəbləri, depressiyanın əlamətləri, depressiya zamanı nə etməli, depressiyanın müalicə metodları haqqında tələbələrə nəzər bilgilər verib. O bildirib ki, gün ərzində davamlı və ya günün böyük əksəriyyətində kədərli və kədərli olmaq, gənclərdə və uşaqlarda daha çox tez əsəbləşmə, duyğu vəziyyəti dəyişikliyi, yuxu azalması, tez-tez oyanma və ya həddindən çox yatmaq, iştahsızlıq və ya həddindən artıq yemək, diqqət dayanıqlığı və konsentrasiya azalması, cinsi istəkdə azalma, tez yorulma, ağla gələn ölüm düşüncələri özünü işə yaramaz, bacarıqsız görmə, gələcək istiqamətli pessimist düşüncələr və buna bənzər şeylər depressiyanın işarəsidir. O bildirib ki, Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, 2020-ci ildə depressiya ürək damar xəstəliklərindən sonra 50-yə ikinci səbəb olacaq. Depressiya, asma, şəkər xəstəliyi artırır, immuniteti zəiflədir. Qadınlarda depressiyaya tutulma riski 10-25%, kişilərdə isə 5-12%-dir. Digər spiker Aysel Qasımlı isə praktik olaraq tələbələri müxtəlif psixoloji testlərdən keçirib, onlara məsləhətlər verib. Aysel Qasımlı çevrə, uzun və qısa xətlər, görüşmək, salamlaşmaq, bədən dili, xarakter, rənglər, zövqlər, meyillik, yalan və doğru ifadələrin verilməsi zamanı insanda hərəkətlər və hərəkətsizlik, duyğu, qavrayış, hiss, sevgi münasibətləri və digər praktik məşğələlərlə tələbələri test tapşırıqlarından keçirib. Seminar trening qarşılıqlı diskussiya şəklində davam etdirilib. Politexnik İnstitutunun tələbələri mərkəzin spikerlərini yenidən ali məktəbə dəvət ediblər və belə seminar treninqlərin maraqlı olduğunu və gənclərə müsbət mənada təsir göstərdiyini bildiriblər. Nazim Niftəliyev, MTV.